Bu üçlük səsləri ilə dünyaya səs salmağı bacardılar. Onlar Ağdam Muğam Mərkəzinin açılışında konsert proqramında oxuduqları Qarabağ şikəstəsi ilə dövlət başçısının rəğbətini qazanan istedadlı muğam ifaçılarıdır. Səsi qəlbdən gələn, nəfəsi Qarabağ torpağından qopan bu uşaqlar öz ifaları ilə dünyaya sülh mesajı verirlər. Çox gözəl bir işdir ki, Qarabağımıza, yəni Ağdamımızda, Qarabağ Ali Baş Komandanımızın qarşısında Qarabağ şəhərini səsləndirdik. Mən şəxsən özüm də Şuşalıyam. Şuşalıyam özüm də və çox gözəl ifalar etdik. Muğam Mərkəzinin açılışını etdik və Səkinə İsmailovanın, Qəzənfər Abbasovun, bu cür tanınmış şəxslərin qarşısında biz Qarabağ şəhəri ifa etdik. Ağdam Muğam Mərkəzinin açılışı təkcə bir mədəniyyət ocağının qapılarının açılması deyildi. Bu həm də uzun illərdən sonra azad edilən torpaqlarda yenidən bərqərar olan musiqinin, ruhun və milli kimliyin qürurlu təntənəsi idi. O gün bu səhnədə ən təsirli anlardan biri isə Qarabağ şikəstəsinin səsləndirilməsi oldu. Nəinki peşəkar sənətkarların, həm də gələcəyin muğam ustadları uşaqlar tərəfindən. Mən birinci dəfə bir müsabiqəyə qoşulmuşdum və orada Qarabağ şikəstəsini oxumuşdum, video çəkmişdilər məni və sonradan sosial şəbəkələrdə paylaşdılar. Ondan sonra məni Teyyar müəllim gördü. Teyyar müəllim gördükdən sonra müsabiqədə iştirak etmək üçün məni çağırdı. Hardasa 20-25 gün biz o Qarabağ şikəstəsinin üzərində çalışdıq. İlk dəfə Qarabağda Qarabağ şikəstəsi, gözəl Ağdamda, Muğamın beşiyində Ağdam Qarabağ şikəstəsi oxuduq. Balaca yaşlarına baxmayaraq səslərindəki güc, duruşlarındakı qürur göstərdi ki, Qarabağ əsilli uşaqlar bu torpağın ruhunu yaşadır və gələcək nəsillərə ötürməyə hazırdılar. Qədim ənənələri özündə əks etdirən muğam sənətinə kiçik yaşlı uşaqların maraq göstərməsi gələcəyə nikbin baxmağa ilham verir. Cənab Prezidentimiz İlham Əliyevin qarşısında keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir. Onu mahnı ilə ifadə etmişəm. Mənim arzum idi ki, Cənab Prezidentimiz İlham Əliyevlə görüşüm. O arzuya da deyirəm ki, inşallah 18-19 yaşımda çataram. Amma şükürlər olsun ki, Allaha 9 yaşımda çatmışam. Çox sevincliyəm. Cənab Prezidentimiz İlham Əliyev mən və dostlarımın ifasını bəyəndiyinə görə biz çox sevinirdik. Muğam Əhəd üçün artıq həyat mənbəyinə çevrilib. Arzularının bu qədər tez gerçəkləşməsi onu sevindirməklə yanaşı həm də daha həvəslə öz üzərində işləməyə sövq edir. Bu işdə onlara yardım edən, istiqamət verən müəllimləri də var. Öz dediyi kimi, həyəcanla başlayan konsert sonda şagirdlərinin onu qürurlandırması ilə bitdi. Onlarla bərabər həyəcan yaşayıram. Mən də həyəcanlanırdım ki və səbirsizliklə axırı gözləyirdim ki, bu şagirdlər çıxsın, ifa eləsin, öz ifasını göstərsin və görək buna necə bir münasibət bəslənəcək. Çalışırdım ki, həmişə də ümumiyyətcən az yaşlı bir şagirdlərin, ümumiyyətcən istedadlı olan bir uşaqların muğama həvəs olmağı, oxumaqları məni həmişə sevindirir. Onlar öz ifaları ilə bundan sonra da Azərbaycan və dünya dinləyicilərinin zövqünü oxşamağa davam edəcəklər. Qasım Xuluflu, Anar Ağazadə, Zaur Ağamir, İTV Xəbər.